Bu dəqiqə burada gördüyün hər şey birbaşa belə olmayıb. Mən istəyirəm bu günləri səninlə biraz keçmişə qayıdaq və görək mən hardan başlamışam və mən necə böyümüşəm. İsmail Məmmədov, necə həmən o toplumdan çıxmışam və matritsada öz qanunlarımla yaşayıram. Burada çox dərinə getməyəcəm. Əgər siz cəmiyyət haqqında və yaxud da ki, psixologiya haqqında nəsə istəyirsinizsə, burada bizim Milyonarist kanalımız var, ora keçərsiniz. Amma burada biz başqa şeylə danışırıq. Bu videonun adı nəyə görə kuryerdən traderadır? Çünki bizim bir videomuz var idi, barmenden tradera. Bugünkü videomuz isə olacaq kuryerdən tradera. Nəyə görə? Çünki mən kuryerdə işləmişəm və kuryer dostlarımızın necə əziyyət çəkdiyini çox gözəl başa düşürəm. Və nəzərə aldım ki, bugünkü videonu belə səsləndirim. Çünki kuryerlikdən mən başlayacağım sizə bunu danışmağa. Videonu sona qədər izləmək lazımdır. Çünki hər bir kəlmə qızıldır və mən sizə tapdıqca həmən o şəkillərdən göstərəcəm video boyunca, yəni danışdığım müddətdə harda olmuşam, necə olmuşam və bunlar hamısı fakt uşaqlar. Bunlar həqiqətən də olub və mən hal-hazırda keçmişə qayıdaraq çoxlu düzəlişləri eləyirəm və bu mənim indiki həyatıma təsir eləyir. Başladığım həmən müddət necə olub və mən sıfırdan necə başlamışam. Oturun uşaqlar, çayınızı dəmləyin. Çünki söhbətimiz biraz uzun olacaq. Gedək görək keçmişdə İsmail Məmmədov necə idi. Ola bilər tarixdə mən biraz səhv eləyərəm, amma gəlin biz lap qabağa getməyək. Hardasa başlayaq biz. Mən Targovoyda barmen işlədim. Həmən o video var idi bizdə və sonra mənim həmişə fikrimdə var idi ki, xaricə getmək, xarici görmək. Ona görə də mən pubda işləyirdim. Çox yerdə olmuşam uşaqlar. Sadəcə hamısını deməyəcəm. İndi o çox uzun olar. Əsas məqamları deyəcəm. Harda məndə ключевой zonalar, ya açar zonalar harda olub. Əsas vacib məqamlar, hansı ki mənim yaddaşımda var. Mən birinci pubda işləyirdim və bundan sonra mən az-az pul yığaraq xaricə getmək istədim. Pubda necə bir yer idi uşaqlar? Targovoda idi və xarici dilli bir auditoriya idi. Orada mənim az-az başladı düşüncəm dəyişməyə, çünki xaricilər gəlirdi ancaq, yəni xaricilər dedikdə Avropalılar, Amerikalılar, bizdən heç kim olmurdu orada. Yəni bizim özümüzdən mən ora girəndə elə bil ki, mən Azərbaycanda deyil idim, xaricdə, hardasa Şotlandiyada falan, çünki Şotland mentalitetinə daha uyğun bir pub idi və mən orada işlədim. O ərəfələrdə inkişafa aid kitablar oxudum. Bu zamanlarda mənim qabağıma trading barədə videolar çıxırdı. Və mən bunu biraz ciddiyə alırdım, sonra ciddiyə almırdım. O vaxt örgədənlər yox idi, heç bir ciddi bir informasiya yox idi. Bunu mən ciddi saymıram çox da. Biraz məşğul oldum, o yan bu yan, yəni belə. Və sonra unutdum bunu. Amma o vaxtı da bizdə bəzi videolar çəkirdik, göstərirdik. İndi tapdıqlarımdan qoyacam bura həmən orada işlədiyim ərəfələr. Və bundan sonra mən o ərəfələrdə ailə həyatı qurmuşdum. Kiçik uşaq var idi, çox çətin idi, əziyyətli idi. Mən qərarı aldım sənədlərimi düzəldib getməyə Polşaya. Getdim uşaqlar. Sənədlər düzəldi, vizamı aldım və getdim Polşaya. Bizi qarşıladılar, getdik otelə, bir gün orada qaldıq. Ondan sonra uşaqlar bizi apardılar bölməyə. Yəni biz bir neçə nəfər getmişdik, bizi böldülər. Hərəni göndərdilər bir tərəfə. Yəni kim harda işləyəcəksə o tərəflərə, yəni iş yerləri sizə ev verir və siz həmən evdə qalırsınız. Bizi böldülər. Heç bir ad, firma adı çəkməyəcəm. Mən sadəcə sizə burada bir iradım yoxdur. Mən sadəcə sizə öz tariximdən danışıram. Bir neçə müddət orada gözlədikdən sonra işə düzəldik və başladıq işləməyə. Sadəcə iş məni qane etmirdi. Mən elə bil öz qabımda deyil idim. İş çox ağır idi. 12 saat iş rejimi idi. Qara bir insan idin. Mən hələ yadıma gəlir ki, orada hələ telefon işlətməyə belə icazə vermirdilər. Yəni sən girişdə telefonu qoyurdun, çıxanda götürürdün. Soyuq marazilnik var idi. Hansı ki orada ət saxlayırdılar və yaxud da ki indi soyuq məhsullarla.
Orada temperatur hardasa gəlib çıxırdı. -5 də var idi. -30 mu, 40 mu belə bir şey də var idi. Bəlkə də hansısa bir şeydə səhv eləyirəm, amma çox soyuq idi. Bir onu deyə bilərəm ki, minusavoy idi. Biz orada mal yığırdıq, yəni o minusavoyda şuba geyinirsən, altdan bir çoxlu paltar geyinirsən. Bu bir cəhənnəm idi, yəni. Mən ona görə belə şeyləri görəndən sonra deyirəm ki, elə cənnət də, cəhənnəm də elə buradadır. Bu həqiqi cəhənnəm idi və mənim orada psixologiyam çox pozulurdu. Nəyə görə? Çünki uşaqlar, sən günəşi görə bilmirsən. Sən gəlirsən, hava qaranlıqdır, girirsən iş yerinə, səhər 7-də getdiyim də olub, 4-də getdiyim də olub. Onlarda rejimlər çox qəribədir, gecə də işə gedirlər, heç bir problemi yoxdur, yəni hansı qrafikdə fərqi yoxdur. Sən sadəcə robotsan və sən matrisanın içindəsən. Və mən də onun içində idim və bunu yavını görürdüm. Çox ağır idi, orada qalmadım, sonra dava elədik, biz çıxdıq, getdik, başqa bir iş tapdıq, vapşi ağır, başqa şəhərə getmişik, ortada maşın xarab oldu, ayda, çöldə qalmaq deyirlər buna. Belə çox əziyyətli bir şəkildə biz gəlib çatmışıq oradan Xoşova, Katoviçadan gəlmişik Xoşova, Qlivitsdən. Sonra dala getmişik, sonra orada bizdə çox şey olub, uşaqlar uzun danışmaq olar bu barədə. Hər birinizi salamlayıram dostlar. Deməli, Polşanın Tıxı şəhərinə gəlmişik. Hələ də bu adı mən düzgün deyə bilmirəm. Deməli, çox soyuqdur həqiqətən. Hardasa bir -6 dərəcədir. Əlbəttə ki, biz Azərbaycandan gəldiyimizə görə bizim üçün -6 dərəcə soyuqdur. Bunlarda bir də görsən bunlar qısa qolda da gəzirlər. Yenə də deyirəm, insan necə örgəşirsə, yəni uşaqlıqdan, elə də yəni bir mentalitet kimi adama yaxılır bu. Əziyyət idi, sonra bizim maşınımız xarab oldu, biz orada evakuator çağırdıq, buradakı kimi deyil, 45 manat, 50 manat. Evakuator gəldi, bizim pulundan 700 manat oxudu bizə, bizim də pulumuz hardadır. Borc çıxar, çox əziyyətli idi. Getdi, Xoşovda bir evə bizi təyin elədilər. Biz oradan çıxmışıq, biz özümüz yenə də orada olanlarla əlaqə saxlayıb bir yer tapmaq istəyirik ki, qala bilək və bizə iş versinlər ki, görə nə edirik də, vaxt qazanmaq üçün sadəcə. Və uşaqlar bizi apardılar evə, evdə 10 nəfər adam qalır. 10 kvadrat otaqda rahat bir 10 nəfər 2 otaqlı, 2 mərtəbəli mərtəbələrdə yatırlar. Elə yerlər var 3 mərtəbədir daşı, çünki orada çox bahadır kirayə. Bunlarla bir yerdə qalırsan və səhər durursan, 8-də deyək ki, işdəsən, gün hələ çıxmayıb və sən işdən çıxırsan 8-də və günəşi görmürsən. Düşün, sən işə girirsən, günəşi görmürsən, çıxırsan, günəşi görmürsən. Çox ağır əməkdir, ağır əziyyətdir. Orada mən xəmirdə işləyənləri gördüm, vapşi ucuz. Orada da bizdə telefon falan buraxmırdılar, çünki çox şəkil yoxdur. Amma burada bir-iki şəkil qoyacam, şirniyyat sexində işləyirdim, başımda belə bir şey də var. Burada da cəmi bir həftə işləyə bildim, belim pis tutdu, hələ də ondan əziyyət çəkirəm. Ağır idi, çox ağır iş idi, 12 saat. Liba konveyerdə dayanırdın, ponçiklər var idi belə yumru-yumru, onlara danat deyirlər. Onların sexində işləyirdik, o danatları birinci düzəldirlər, onlar girir marazilnikə, marazilnikdə donur, ondan sonra çıxır, girir isti peçə. Oranın marazilnikində də işləyirdim mən. Hələ orada bir dənə kişi var idi, yaşlı kişi idi, 25 il idi, Ukraynalı idi, 25 ildir deyir, mən burada işləyirəm. Nə vıxadnoy var, nə bir şey. Yəni, sizə göstərilən şeylər, deyilən şeylər güllərdir. Bunları fakt mən görmüşəm. Sonra, nəysə uşaqlar, burada da işləyə bilmədik, təzədən qayıtdıq biz, yenə də bizim pulumuzu da vermədilər. Heç nə, çıxdıq, bizim də oturumumuz var. Nə ağaraq, heç nə, qaydaq Qlivitsəyə görə orada başımıza nə gəlir. Getdik Qlivitsəyə, birdən fikrimizə gəldi ki, McDonald's və McDonald's'ın qabağında yaşıl sunkalar, Uber sunkaları, Uber Eats. Bu reklam deyil, Uber'in mənə reklamına ehtiyacı yoxdur. Sırazu yaxınlaşdıq, öz tanışımızı, Azərbaycanlı uşağı tapdıq. Danışdıq oyla, necə eləyirsən, nətər eləyirsən, korrosiya düzəldi uşaqlar bir həftə ərzində. Bir ev tapdıq, ev tutduq, gəldik o evə. Pulumuz da yox idi. Necəsə həll eləyib vermişik, korrosiya bunları demirəm nətər. Yəni, o da əziyyətlə olub, çünki pul əldə eləmək rahat deyil. Bir həftəyə Uber bizi təsdiqlədi və biz başladıq işə. Bro, you have order? No? No, it's testing this camera. Oh.
Yəni nə demək istəyirəm? Belə bir yerdə qaldıqda heç bir şey yoxdursa, nəsə eləmək lazımdır. Burada isə mən baxıram ki, aha, ən belə ekonomik həyatı kimlər sürür? Tələbələr. Çünki tələbələr ekonomiya edirlər həmişə. Çünki təbii ki, tələbədir, hələ ki oxuyur bu adam. Biz də başladıq onlar kimi. Qaroç uşaqlar, işlədim. İşlər yaxşı idi. Özümə bir dənə velosiped aldım, Disna. Burada şəklini qoyacağam. Birinci Disna ilə başladım və çox bərk yıxılırdım, arada olurdu. Bir dəfə daşı türk müştərinin sifarişini aparırdım və hava çox soyuq idi. Düşünün ki, fevral ayı Polşa. Belə qar yağır, sulu qar yağır, belə çox soyuqdur hava. Mənim də əlcəklərim yaş olub. Bütün yaş idi əlcəklərim. Kojunlu deyil idi. Kojunlu taxmırdım ki, kojunlu soyuq olur. Taxırdım isti əlcəklər. Onlar da islanmışdı. Yağışa düşmüşdüm və üstündən də maroz vururdu, yəni qar yağırdı, soyuq idi hava. Bu momentdə də orada tramvayın belə relsləri var. Tramvayın relsindən keçəndə Deslanın təkəri nazikdir. Keçəsən ora, bir dənə salto. Babat dəydim yerə. Buram belənsinə belə kəsilmişdi, təmiz, çox pis ağrıyırdı. İndi yadıma salanda da hələ gicildiyirəm. Nə yalan deyim, durdum, gözlərim yaşardı, hələ bir dənə maşın saxladı, yaxınlaşdı, polyak idi, hər şey yaxşıdır falan, həkimə gedək falan deyir, amma yox, heç nə lazım deyil, nə həkim, mən burada həkimə gedə bilərəm, mənim evim yıxılar, çox bahadır, sığorta yox, bir şey yox, mən qaqoy həkim, çünki qaqaşın heç bir günahı yoxdur, axı mən özüm yıxılmışam, boş, o yazıq görüb ki, adam yıxılıb, kuryer uçub, kəlləməyə Allah. Özdə ki, McDonald's aparıram. Yanında da Coca-Cola var. Coca-Cola da kardon qabda olandan, ay sağ ol. Butulka deyil. Mən də özüm üçün orada arada hədiyyə verirdilər. Arada özüm üçün götürürdüm. Vermirdim müştəriyə. Özüm içirdim. Müştəri onsuz da alıbı da. Yəni bunu hədiyyə verirlər. Müştəri onu bizə qaytarmırdı da. Yəni insafı yox idi. Məndə elə bir şey olsa, mən şəxsən görərəm ki, əlavədir, verərəm. Qaytarmırdılar. Biz də arada özümüz də içirdik. Onu da kakraz elə saxlamışdım özümdə. Bunu götürüb ona verdim. Karoçi gəldim, açdım. Açanda bütün kola töküldü. Oy da əsəbləşdi. Mən də özüm pis gündə, əlimdən qan gedir. Dedim, görürsən, yıxılmışam da, oyam bu. Yəni, karoçi, öz kolamı da verdim. Götürdü. Diqqətli olmaq lazımdır, diqqətli edirəm. Diqqətdən keçib, mən çox yorğunam. Sadəcə, artıq mən bilmirəm nə edirəm. Karoçi, gözlərim yaşardı. Bir dənə də vurdum belə velosipedə. Vuranda telefon belə qoyan var idi. Onu sındırdım. Yenə də biraz da ziyana düşdüm. Təzədən gedib bir də almaq lazımdı onu. Əlimi biraz da ağrıtdım. Nəysə, belə-belə vaxtlar keçdi. Bir gün yaz idi artıq. Bir dəfə şey götürdüm. Ondan velosipeddən sonra inkişaf elədim də. Getdim özümə elektronlu skuterlər götürdüm. Həftəsi 700 zlot idi, 350 manat bizim pulla. Və mən işləyib onu ödəməli idim və həm də özüm işləməli idim. Batareyka ilə idi. Evdə batareykanı qoyurdum zaryadkaya, beləsinə işləyirdim. Və bir dəfə orada Glivitsdə sol tərəfdə körpünün altından keçəndə orada bir kruq var. Və həmən kruqda mən sürüşdüm və bilmədim motosiklet hara getdi. Mən hara getdim. Bir də gördüm ki, 5-6 dənə maşın dayanıb, məni bir nəfər qaldırıb, mən özümü itirmişəm. Yaxşı, başımda kaska var idi. Çox pis yıxıldım, yıxılıb kruqa dəymişəm, belə. Motosiklet uçub, çünki sən demə oranı buz tutub. Artıq saat 12 falan olardı gecə. Mən yadıma gəlir ki, son sifarişimi aparıb evə qaydırdım. Çox pis yıxıldım, əlim elə dəymişdi ki, bu qolum vəbşi mənim yazıq, çox yəni stradat eləyib. Çünki hər dəfə də budur da, yəni. Birbaşa güp yerə, buzlu yerə, mən özümü başım dəyib, özümü itirmişəm. Məni durğuzdular, otuzdurdular, həkim çağırmaq istəyirlər, yenə də dedim, yox, heç nə lazım deyil, hər şey yaxşıdır. Çünki uşaqlar, o qədər problemlər var ki, sən ağrını heç hiss eləmirsən. Yəni, ona adi insan elə yıxılsa, keflə gedən adam elə yıxılsa, yəni faciəyə çevirərdi onu. Çünki problemi yoxdur, o problem axtarır. Mən problem axtarmıram, axı, mən istəyirəm ki, problemdən çıxım, ona görə də problem gəlir, məni tapır. Və bayaqçı söhbətə gəlirəm, yazda bir dəfə məndə zakaz çıxdı uşaqlar. Rayon Bagatki. Getdim mən, ora zakaz apardım. Görürəm ki, cavan uşaq çıxdı qabağıma. Səhər, günorta, axşam. Bir neçə dəfə gedirəm, görürəm ki, bu adam hər dəfə də mənə 10 evro, 15 evro çayvoy saxlayır. Cavan uşaqdır, elə mənim yaşımda olar. İndiki mənim yaşımda, yəni 35 falan, 34, belə bir şey. Mən hər dəfə də gələndə görürəm ki, apartmentdə yaşayır, представьте. Sırazu bilirsən ki, baxımlıdır və əynindəki paltarlar bahalıdır da. Yəni, bu adam yaşayır özü üçün.
avara adam da deyil. Evdə pastayan bir neçə dənə xanım görürdüm, yəni qız görürdüm. İçəridə nəsə eləyirdilər, gülürlər, danışırlar, nə fərqli. Bilirsiniz necədir? Hər gördüyünüz şeyə o saat şeyləməyin də, yəni başqa cür fikirləşməyin. Bu adamın işi var. Çünki bura Avropadır, burada fərqli düşüncə var, bunlar fərqli iş görürlər. Bu adamın işi nə idi? Bu sadəcə stream açırdı və oyun oynayırdı. Prosta tak. Mən axırda bir dəfə prosta soruşdum ondan. Deyirəm ki, mən də deyirəm əziyyət çəkirəm, mən də hərəkət eləmək istəyirəm. Deyirəm, çox sağ olun, hər dəfə çayvoy da verirsiniz, amma deyirəm ki, bu sizə baxıram, necə olub da belə. Qaroçu, məni çağırdı içəri, utana-utana girmişəm, pristav girmişəm içəri. Kuryersən də sən necə özünə nəzər yetirə bilərsən? Ona görə deyirəm ki, kuryerlərə həmişə yol verin, həmişə onlara nəzakətlə davranın. Onların problemləri özlərinə bəsdir. Girmişəm içəri, bunlar hamısı qəşəng, geyimdə, stolun üstündə. Elə o pizza ilə mənə dedi ki, gözlə, deyir, biraz otur, pizzadan da yeyib gedərsən. Oturdum, biraz söhbət elədim, mənə izah elədi. Deyir, mənim atam biznesmendir, amma deyir, bu gördüyün heç nəyə görə mənə yatırım eləməyib də, deyir, o düşüncədə olan adam deyil. Sadəcə deyir, mənə balaca vaxtda deyir, kompüter almışdı, iqravoy kompüterdə oyun oynamaq üçün. Məndə deyir, oyuna həvəs yarandı və mənim atam mənə heç vaxt demədi ki, oyun oynama da, yəni. Mən deyir, məktəbimi də oxudum, oyun da oynadım. İndi də deyir, streamlər aparıram və hər streamdə mənə bir o vaxtı çox fantastik gələn bir rəqəm dedi. Deyir, hər streamdə mən $10,000, $5,000, $15,000 fərq eləmir. Hər streamdə deyir, pul qazanıram. Bu adam Twitch'də stream aparırdı, kalan pul qazanırdı. Bilsən nə edirdi? Personajlar idi hamısı. Prosta otururdular, baltavnya bola. Melstroyunu başqa cür apardı. Bu daha mədəni aparırdı. Zakrytый klub. Oyunlar oynayırdı. O bildiyiniz iqraları oynayırdı və insanlarla, öz auditoriyası ilə paylaşırdı. Hamıya da maraqlı idi və fenomen idi, yəni onların özlərinə görə. Mənə bunu deyəndən sonra məndə də elə bir ki, belə bir işıq yandı ki, bəlkə səndə nəsə çəkəsən, paylaşasan, öz bildiyin şeylərdən insanlara çatdırasan. Mən başladım birinci sözün açığı düşüncə tərzində, yəni düşüncəmi dəyişmək lazımdır. Всё. Hamı yatarkən sən çalışırsan. Bəli, hamı yatır, istirahət edir. Sən səhər tezdən durmusan və öz məqsədinə doğru gedirsən, çalışırsan. Yəni bunu ürəkdən istəyir. Necə düşünmək lazımdır? Hamı kimi düşünmək lazımdır. Bu nə edir məsəl üçün? Bu adam monitor qabağındadır. Bu insan monitorla daha çox adama öz sözünü çatdıra bilir. Bu insan bu monitor vasitəsilə məsəl üçün evdə oturaraq pul qazana bilir. Aydın olurmu? Özü pandemiya vaxtı idi ha. Mən gələndə pandemiya vaxtı idi. Bu bunu eləyə bilir və evin içində bu pul qazanır. Hansı ki, cəmaət əziyyət çəkir ki, pandemiyadır, hər şey zay oldu, iş yoxdur, hamını saldılar evə. Amma bu adam bu zamanda pul qazanırdı. Mənə də bu təsir elədi. Sonra məndə alınmadı, bir təhər pulumu yığdım. Oy da, yadıma gəlir hələ. Bileti buradan borc almışam qayıtmaq üçün. Evdən alıblar. Gəlmişəm, indi test almaq lazımdır uçmaq üçün. Pandemiya vaxtıdır. Ayda mən də hesablamışam ki, bu olacaq 35 slot. Sən demək ki, 35 slot prosta şey almaq üçündür. Uçmaq üçün 500 neçə slot. İnanırsınız, o vaxt rahat idi də. Birbaşa biz Binance-dan karta pul atırdıq. Rahat idi. Çerez, abmennik falan. Çox asandı idi. Nə qədərsə orada biraz pulum var idi. Atmışdım ora spotda, xırda-xırda. Artıq orada məndə tradingə həvəs yaranmışdı. O pulu çıxartdım. Vapşi qaldım heç nəsizdə, yəni. O Rusun bir sözü var, Bistrusov. Burada şəkillər qoyacam. Çerez Belarusiya uçub gəlmişəm. Zülüm də, yəni. Pandemiyaya görə Varşavadan uçmuşam Minsk. Minskda 4 saat gözləmişəm, oradan da uçmuşam Bakıya. Və çox bərbad bir vəziyyətdə gəldim. Borc xərc, biabırçılıq, getdin, heç nə eləyə bilmədin, gəldin, heç nə, всё da, yəni, bildiyimiz. Bilirsiniz necə, adam o moment fikirləşmirsən ki, sən görəsən nə deyəcəklər. O moment deyirsən ki, ayda bir dənə öz evimə çatıb, kravatımda rahat yata bilsəydim. Bax, bir dənə onu fikirləşirsən, всё. O qədər sən psixoloji olaraq basıntı altındasan. Heç nə, gələndə biraz utanırsan. Neyniyim, nağarım, iş yox, güc yox, borc var, xərc var. Tradinglə məşğul oluram, xırda-xırda. Bilirsiniz necədir? Mən o vaxt barmenden traderə danışmışdım. Axı, o barmen vaxtı da mən artıq xırda-xırda özüm üçün. Çünki ondan qabaq
olan mövzuları mən danışmışdım artıq sizə. Yəni nətər başlamışdım mənim qabağıma. Mən birinci kazinolardan başlamışam uşaqlar. Sizə demirəm gedin kazinodan başlayın. Mən o vaxt bilmirdim o nədir. Sonra bilirsiniz necə? Alqoritm elə işləyir ki, sən nəyəsə baxanda ona oxşar şeylər qabağına gəlir. Sonra çıxdı trading videolarından sonra blogerlər çıxdı, blogerlər o yan bu yan. Artıq bu mövzunun içində və mən özümü tapandan sonra görürəm ki, mən burada qalanda mən darıxmıram və bunun üzərində indiyə kimi də qalmışam. Gəldim uşaqlar, sözüm onda yox, bizim elan saytların və başladım hamısında elan paylaşmağa. Baxın, mən universal bir insanam. Superman. Baxın, mən elektrik işini bacarıram. Mən santexniki bacarıram. Mən bağbanlığı bacarıram. Mən maşın yumağı bacarıram. Mən direktor ola bilərəm. Mən hər şey. Nə çəkirsən? Yoruldum. O şurupu çıxar yine. Hiç oturmuyor bu. Yani biz mi biliyoruz değil mi? Gürcü zakaz getirmişik. Çok olsun bunun için. 10 ildən sonra bizim hansısa bir adda mebel şirkətimiz var. Və bu videoya baxırıq, gülürük ki, mebel şirkətimiz var. Dünyada səs salın. Bütün dünyaya böyle 2 Ekim ha? Hardan 2 başlamışıq? Ekim. Bildiyiniz hər şey. Fərqli elanlar edərək əvvəl indiki kimi yoxlamırdılar. Əvvəl nə gəldi qoyurdun. Rahat idi. Nəyə görə? Uşaqlar, borc xərcin içində yeni ailə qurmuş adam, uşaq var. Yadıma salanda belə qəribə oluram. Yəni mən çatdıra bilmirəm. Minusa bilmirdim o pul hardan gəlir, amma mən daha çox xərcləyirdim ki, qazanmaq. Bir yerdən mənə təklif gəldi. Getdim. Satıcıların üzərində olmaq üçün bir vəzifə var idi. Getdim ora, məni çağırdılar, danışdım və orada bir qız var idi. Bir də bu boyda blank verib mənə. Deyirəm, xanım, iş lazımdır, blank nədir? İş demisiz var, mən gəlmişəm. Mənə iş verin, mən işləyim. Mən bu dəqiqə blankı mən nə edirəm? Mənə iş lazımdır. Blank yaz, get gözlə, nə bilim nə. Orada da yazıb ki, 5 ildən sonra özünüzü harada görürsünüz? Yazdım ki, 5 ildən sonra mən özümü müdür. Ya da ki, 5 ildən sonra nə bilim hansısa filialını işlədirəm. Yəni mən belə görürəm. Düzdür, indi elə bir şey yoxdur. Sadəcə mən o sahədə getsəydim, eləyərdim yəni. O sahədə getmədim axı mən. Niyə də eləməyəsən? Yəni hər bir işi biləndən sonra özün elə də elə. Niyə orada işçi olasan ki? Qız baxdı, bunu siz ciddi yazmısınız, nə bilim nə, elə bir ki, məni belə aşağılamaq istədi. Çünki mən elə bir geyimdə idim ki, yəni götürmədilər, çağırmadılar, heç nə eləmədilər, məni dəli kimi qəbul elədi, yəqin ki, bu nə danışır. Ondan sonra bir də zəng gəldi mənə, SMM. Aha, okey. SMM, mənim də sosial şəbəkələrdən başım çıxır, getdim işləməyə, yenə də ad çəkməyəcəm. Amma həmən adama buradan təşəkkür edirəm. Cavan adam idi, yaşda məndən böyük idi, arendalarla məşğul idi. Böyük texnikaların arendası ilə mən isə orada SMM işlərini aparmalıydım və o da təzə başlayırdı, kstati. O işi təzə görməyə başlayırdı. Ofis idi, mən idim, bir də özü idi. İkimiz bir yerdə işləyirdik. O müdür idi, mən isə SMM. Bir müddət işlədikdən sonra mənim o Lenovo'm var. Mən otururdum, telefonla iş görürdüm də mən hər gün. Dedim ki, bəs müəllim, bizə kompüter lazımdır. Əgər imkan varsa, elə eləyək, mən kompüter alım. Çünki telefonla mən eləyə bilmirəm. Həqiqətən də Xiaomi var idi məndə, A1, o əfsanəvi telefon. Hələ də orada saxlamışam mən onu. O ilə mən bütün o işləri o Primat TV-dən belə görürdüm. Salam dostlar, mən İsmail, sizi salamlayıram. Deməli, bugünkü mövzu belə olacaq ki, mənə bir Facebookda bir dost yazdı ki, əhatəmiz belə negativ olandan sonra biz necə pozitiv ola bilərik, pozitiv enerjini hardan ala bilərik? Yəni dostlar, pozitiv enerjini heç hardan almırsınız, pozitiv enerjini siz özünüz
kəşf elə. Dedim alınmır. Dedi problem yoxdur deyir. Mənim filan yerdə, filan mağazada adamım var, tanışım var. Zəng eləyərəm, gedib kredit bölməsindən götürərsən. Qaroçi krediti almışam mən birinci Lenovo-nu. Sizə deyirəm kredit olmaz, amma mən eləmişəm. Sadəcə mən ağılla eləmişəm. Çünki o Lenovo çoxdan öz pulunu da çıxardıb, hələ mənə də qazandırıb. Pensiyaya çıxıb artıq o. Heç nə, baxdıq, o saat qardaşımla məsləhətləşdim. Çünki onun kompüterlərdən daha yaxşı başı çıxır. Dedim, hansını götürək bu qiymət civarında? 2000 idi deyəsən. 1800 idi, kreditlə 2000-ə gəlib otururdu, səhv eləmirəmsə. Qaroçi, bir dənə var idi, o da Masallı filialında idi. Həmən o modeldən. Qaroçi, 2 gün gözlədik, gətirdilər. Çox sevinirdim, çox. Sevincimin həddi yox idi. Çünki mənə bir dənə kompüter lazım idi ki, mən bir dənə elə bir palçıqdan çıxan adama belə kəndir atırsan ki, çıx da, yəni. Oyda. O, bilirsiniz necə? Ona görə deyirəm ki, heç nə təsadüf deyil, hər şeyin olmağında bir xeyir var, yəni hamısı lazımlı şeylərdir. Kompüter alandan sonra mənə başqa bir motivasiya gəldi və mən başladım tradinglə məşğul olmağa. Artıq rahat. Həm müəllimin işini görürəm, həm öz işimi görürəm. Yəni bilirsiniz necədir? Həm ona xeyir, həm özümə xeyir və kreditin onsa mən ödəyəcəm də, yəni. Hələ yadıma gəlir ki, 500 manat maaşa işə düzəlmişdim. 5-ə 100 manat. Maaşı alan kimi ayda belə danışıram, uşaqlar. Bilirsiniz necə? Belə eləməyin, çünki bu çox risklidir, amma eləsəz də eləyin də, yəni bəlkə alınar. Nəyə görə? Çünki biz deyəndə risk eləmə, vapşı, yəni blok qoymuş oluruq, amma yenə də deyim sizə, risk ağılla olunmalıdır. Birinci maaşda mən getdim, krediti ödədim, 150 manat deyəsən kredit ödəyirdim. Krediti ödədim, sonra evə getdim, qəşəng bazarlıq aldım. Birinci avans götürmüşdüm hətta. Kompüterdəki 3-4 gündən sonra aldım və bir həftəyə gəldi, mənə çıxdı da elə bir şey gələnə kimi. Ondan sonra başladım uşaqlar treyninqlə məşğul olmağa, daha çox. Yəni əlimdə kompüter var, daha çox iş görə bilərəm. Aha, maksimum nə etmək olar? Kontent aparmaq lazımdır. Həm kontent aparmaq lazımdır, çünki kontent aparanda mən özümü daha çox məsuliyyətli hiss eləyirəm və məndə daha yaxşı alınır. Başladım videolar çəkməyə, izləyicilər başladı gəlməyə, maraqlanmağa. Çünki o zaman heç kim bu haqda video çəkmirdi. Bu faktdır, bunu danmaq olmaz. Heç kim bu barədə video çəkmirdi. Salam dostlar, hər vaxtınız xeyir olsun. Deməli, bu günləri mən nə göstərəcəm sizə? Binance hesabının açılmağı, burada qeydiyyat, bunların hamısını mən özüm eləmişəm. Mən sizə sadəcə göstərəcəm. Başladım videolar çəkməyə, paylaşmağa, auditoriya yığıldı, insanlarda maraq yarandı. Sonra Signal kanalımız var idi, Signal kanalında bir yerdə tradelər eləyirdik. Sonra community qurdum, neçə dəfə qurdum, dağıldı, nə bilim, özüm motivasiyadan düşdüm, sonra təzədən yenidən qayıtdım. Yavaş-yavaş bir şey başa düşdüm ki, sənin içindən bir istək varsa hansısa bir işə qarşı və sən texnologiyadan xəbərdarsansa, sən bilirsənsə ki, bu dəqiqə hype-da nədir, trenddən nədir, sən trenddən kənara gedə bilməzsən. Və mən gördüm ki, o vaxtda hələ təzə-təzə başlayırdı sosial şəbəkələr. Mən başladım sosial şəbəkələrdən və onda Millionaires'i gətirdim mən. Polşada fikirləşmişəm mən o adı, Millionaires. Oradan gələndən sonra biz Millionaires'i davam edirdik. Həm motivasiya, həm trading. Auditoriya yığıldı. Çox qəşəng yığılırdı. Çox maraqlı gəlirdi insanlara. Mən özüm də başladım inkişaf eləməyə. Çoxlu uğursuzluqlarım oldu. İtkilərim olub, böyük itkilər olub. 10.000 olub, 15.000 olub, 5.000 olub, 20.000 olub. Çox maraqlı hadisələr həyatımda baş verdi. İndi bilmirəm mən. Çoxunu göstərməmişəm uşaqlar. Çox da belə göstərməklə aram yoxdur. Bloger deyiləm, çünki mən özümü bloger saymıram. Bloger belə olmur uşaqlar. Bloger başqa cür olur. Bananxan kimi olur. Mən sadəcə sizə bildiklərimi, real nəticələrimi danışıram. Və ondan sonra başladım uşaqlar. Uğursuzluqlar oldu, depressiyalar oldu, itirdim, qazandım, nə bilim, orada çox mövzular oldu. Sonra 3 aydan sonra mən özüm bir işçi tapdım, SMM, bir xanım idi. Özüm paylaşım elədim və həmən adam öz yerimə müəllimi tək qoymadım və dedim ki, mən sizlə sağollaşıram, mən artıq gedirəm öz xəyallarımın dalıyca. O da qayıtdı belləri, deyir, mən bilirdim, deyir, sən bir gün buradan gedəcəksən. Sadəcə deyir, gözlərində o qədər işıq var idi ki, mən dedim, götürüm, görüm, nə baş verəcək. Heç nə. Sonra biraz əlaqəmiz var idi, sonra əlaqəmiz kəsildi. Orada ortalarda çox maraqlı mövzular baş verdi. Sonra biz getdik Türkiyəyə və Türkiyədə artıq başladım mən başqa bir motivasiya ilə. Hər gün video çəkirdim, hər gün, bir gün dayanmırdım mən. Sən yadıma gəlir, bizim o birisi kanalda videoların sayı 1000-dən çox idi.
Hər gün video çəkirdim. Bir gün belə buraxmadan. Hər gün video. Özə Bu günləri Binance-dan çıxarış çəkəcəm dostlar. Çünki çoxları depozit eləyə bilirlər, sonra da karta çəkə bilmirlər. həqiqi baxanda o videolara biraz düzdür adam şeyləyir, biraz şey gəlir də adama belə biraz utanırsan. Amma sonra deyirsən ki, olmalı idi, uşaqlıq idi, sən bunları yaşamalı idin, sən bunları görməli idin. Sonra neçə dənə maşın dəyişdim mən bir il yarımda? 11. Bu ilə bir yerdədir. Karoçi, ondan yuxarı uşaqlar. Eyni anda 3 dənə maşınım olmuşdu mənim. Hamısında görmüsünüz, bilirsiniz. Sadəcə mən bu ilə loğalanmıram. Mən bunu nəyə görə deyirəm? Yəni istəyəndə uşaqlar eləmək olur və bunlar hamısı mənim gördüyüm işlərləndir. Konsultasiyalarım olurdu Millionaris'də. İndi də olur konsultasiyalar, yəni Millionaris kanalına baxmaq lazımdır. Konsultasiyalar eləyə bilirik. Məsəl üçün görüşmək istəyənlər, məsləhət almaq istəyənlər üçün. Yəni baxın, biznes plandır. Oradan gəlir. Həm də insanlara xeyir, məsləhət verirsən. Nağıl danışmırsan, fakt olaraq olan şeyləri, işləyən şeyləri. Siz nə danışırsınız? Yəni uğura gedən yol sadəcə düşünməklə olmur. Burada əziyyət var. Siz onu deyəndə mənim etdiyim əziyyəti yerə vurmuş olursunuz. Siz deyəndə ki, heç nə eləmədən, əziyyət çəkmədən uğur əldə eləmək olur. Yoxdur. Boş söhbətdir. Ya siz nağıl danışmalısınız, pul qazanmalısınız, ya da ki, reallığı danışmalısınız və bu çətindir. Aydın olur, çətindir. Reallığı danışanda çətin əmələ gəlir. Mən tradinglə indi də məşğul oluram. Türkiyədə inkişaf elədim, sonra təzədən gəldim bura, sonra biz getdik Polşaya, 6 ay orada yaşadıq. Deməli millət, bugünkü video olacaq bizdə motivasiya videosu və bu motivasiya sizə tradingdə çox önəmlidir. Ona görə dostlar, mənim konseptim həm motivasiya, həm də tradingdir. Trading mənim öz işimdir. Motivasiya isə mənim vəzifə borcumdur və bunu mən eləməliyəm. Çünki hər bir insan bildiyini öyrətməlidir və insanlara göstərməlidir. Ona görə də millət, mən bildiyimi və etdiklərimi insanlara göstərirəm ki, 6 ay oradaydıq biz keçən il. Sonra Polşadan gəldim. Ondan sonra tradingi biraz fasilə verdim və başladım daha çox manipulyasiya üsullarını öyrənməyə və insanlarla işləməyi özümdə inkişaf etdirməyə. Mənim uşaqlar bu dəqiqə həyatda məsəl üçün gəlirim tradingdir. Yəni mən traderam. Tradinglə məşğul oluram. Bəli. İnvestisiyalar eləyirəm. Bəli. Xoşuma gəlir. Bəli. Və mən ən çox məşğul olduğum iş bu olub. Mən heç bir işdə qalmırdım və mən maksimum işlədiyim yer 1 ay olub. İşdən çıxırdım. O qədər yerlərdə. İnanırsınız, mən hərbiçi belə olmuşam. Görüm, şəkil tapsam atacam. İndi orada şəkil çəkmək olmur da. Hərbiçi belə olmuşam. Gizirliyi oxumuşam. Prosta oralar çox yadıma gəlmirdi. Oralar elə bir ki, vapşı mən deyil idim. Nə bilim, nətər gəlmişəm, mən vapşı o beynindən bilmirəm. Sürü psixologiyasındaydım və kənardan özümə hal-hazırda dala qayıdıb baxa bilirəm. Sürü psixologiyası idi və mən özümü yox, məni idarə eləyirdilər. İndi isə mən özüm öz həyatımı idarə edirəm. Bəli, siz müəyyən qanunlara riayət etməlisiniz. Matrisadan tam çıxmayaraq. Sizə heç kim trader olma demir və yaxud da ki, sizə heç kim uğur əldə elə demir. Rahat olun ki, belə bir yerdə yaşayırsınız və buradasınız. Yəni bu dəqiqə əlinizdə olanın dəyərini bilin əslində. Əsas şey budur. Hal-hazırda mən traderam uşaqlar. Mən tradinglə məşğulam. Belə bir yolum olub mənim, düzdür, orada çətin şeylər çox olub, çətin nüanslar çox olub. Çox yerdə işləmişəm, hətta yemək belə pişirmişəm, power işləmişəm. Hamısı olub, hamısından keçmişəm. Və heç birinə görə də heyfslənmirəm. Və bugün olanlar da, məsəl üçün başıma gələnlər, mən gələcəkdə 50 yaşımda danışanda deyəcəm ki, okey, o vaxtı belə idi, o vaxtı belə bir şey olmuşdu. Çox maraqlı anlar yaşadıq. Həmən mən o başladığım ərəfədən indiyə kimi çox maraqlı situasiyalarla qarşılaşdıq. Betona pul vermədim. Mən uşaqlığımı yaşadım. Yəni uşaqlıqda görmədiklərimi istədi ki, mən həmişə istəyirdim ki, mənim maşınım olsun, məsəl üçün. Hə, imkanım oldu, okey, 12 dənə maşın dəyişdim. Çox təcrübə yığmışam. Maşını tuning eləmişəm, çox təcrübə yığmışam və deyirəm ki, xərniya söhbətdir, məsəl üçün. Çox şey məndən soruşa bilərsiniz. Çünki hər yerə özüm girmişəm, palçığın içindən çıxmağı xoşlayıram. Yəni, özüm durduq yerdə özünü zibilə salan adamlar deyəndə birbaşa məni nəzərdə tuta bilərsiniz.
boş dayanmağı xoşlamıram, xoşlayıram ki, həmişə hərəkətdə olum, titrəşimdə olum. Elə adam deyiləm ki, okey, hər şey sakitdir, girim evimdə oturum, heç nə mənə lazım deyil. Mən oturacam, priklüsiyoniya axtaracam, macəra axtaracam özümə və tapacam. Həmişə başımı qarışdırmağa nəsə axtarırdım və bu mənə ləzzət eləyirdi, həzz verirdi. Bilmirəm, bu necə qəbul eləyirsiniz ya yox. Məndə belə idi uşaqlar. Uşaqlıqdan da bəzən mənə yekəxana deyirdilər, bu adam yekəxanadır, yekə-yekə danışır. Başa düşmürdülər ki, yəni uşağa elə söz demək olmaz. Bu mənə çox pis təsir eləmişdi və mənim o vaxtı o vəziyyətdə olmağım həmən o psixoloji duruma görə idi uşaqlar. Siz də məsəl üçün həmən bu mövzuda deyək ki, bu bizim işdə, tradingdə belə mövzular olur yəni. Sizə o qədər uğursuz deyiblər ki, siz artıq bunu psixoloji özünüzə qəbul eləmisiniz. Bu əslində belə deyil. Yəni sən inkişaf eləyə bilərsən. Mən real adamam. Mən sənə Lamborghini, Ferrari göstərmirəm. Mənim hal-hazırda sürdüyüm maşını da bilirsən. Yəni həyatda bilməlisən ki, sən nəyə yaşayırsan. Əgər sən Lamborghini, Ferrari, Galik, Malik həyatda belə düzəcəksənsə, villa gözləyirsənsə və xoşbəxtlik bundadır düşünürsənsə, sən onu əldə eləsən də xoşbəxt olmayacaqsan. Çünki onu əldə eləyəndə sən artıq bunu sadə bir şey kimi qəbul eləyəcəksən və sənin vecin olmayacaq. Mən çox kainata, Tanrıya təşəkkür eləyirəm ki, mən bunların hamısını görmüşəm və həmişə bu macəralar mənim başıma gəlir və mən çox şey öyrənirəm. Siz yaxşı trader olduqda, siz həyatda da həqiqətən dəyişirsiniz. Bu fakt belədir, bu insana birbaşa təsir edir, sənin disiplinivə təsir edir, sənin hər şeyə təsir edir. Sən burada uğurlu olanda, sən burada səbirli olanda, bu sənin birbaşa həyatına təsir edir. Heç vaxt özünüzü sıxmayın ki, video paylaşdım mən, səni ondan nə ayırır? Qaqaşdı gedir və onun videosunu görmüşəm mən, tapsan qoyarsan, arxada belə BMW-yə baxır. Səni ondan nə ayırır? Yəni sən ki, onu istəyirsən, bəs niyə əldə eləmirsən? Bunu dərk eləmək lazımdır. Niyə onu mən əldə eləmirəm? Pulum yoxdur, nağıl danışma. Sənin sadəcə reallıqdan danışıram. Savadın yoxdur onu almaq üçün. Sən öyrənmirsən, sən bilmirsən. Mən sənə deməyəcəm. Представь себе, adam heç nə bilmir. Buna deyirsən ki, düşüncünü yaxşılaşdır, düşün ki, o BMW səndə, o BMW sənin olacaq. Olmayacağa kişi. O BMW-ni sürən adamlar nə ilə məşğuldur? Bunu ilk öncə sən öyrənməlisən. Girib 100% araşdırarsan ki, ən azından bir dənə gül dükanı var. Yəni də, o maşını saxlayan adam aylıq 300-500 manata sənin kimi işçi deyil. Sən heç o 300-500 manatla gəlib o parkovkanı ödəyə bilməzsən. O da qaldırdılar, indi 1 manat idi, elədilər 2 manat. Maşını almaqla iş qutarmır. O maşını saxlamağa pul lazımdır. Bu maşın sadəcə simvolikdir də, mən burada deyirəm. O maşının yerində hər şey ola bilər. Sən ürəyin nə istəyir, o maşının yerinə qoya bilərsən. Mən sənə demək istəyirəm ki, dostum, mən bunu bacarmışamsa, sən məndən əski adam deyilsən. Öz işində, öz peşəndə istədiyin ürək və beyin bir olmalıdır. Əgər bir-biri ilə davadadırlarsa, səndə düz getməyəcək işlər. Bir-birini başa düşməlidir və sən bilməlisən, mən bunu istəyirəm və ətrafım mənə dediyi önəmli deyil. Və öz yoluna davam etməlisən. Çünki sən bu dünyadan gedəndən sonra maksimum səni 1 il yada salacaqlar və ondan sonra sənə o da ki, sənin yaxınların çox özünü yormursan, heç kimə qulaq asmırsan. Mən də başlayanda, mənə də gülüblər, məni də tənqid eləyiblər, indi də eləyirlər, indi də danışırlar. Əgər sən şəxsiyyətsənsə, səni müzakirə eləyəcəklər. Şəxsiyyətsiz insanı müzakirə eləməyirlər. Sən inkişaf elədiyicə artıq bəzilərinin gözünə girəcəksən, bəzilərini qızıqlandıracaqsan, çox az kütləni sevindirəcəksən. Görsən nə deyirəm? Çox az kütləni. Bir də sən faydalı bir şeylə məşğul olanda böyük bir baxışlar, böyük bir hansısa bir kütlə gözləməsən, sadəcə işini gör. Sənə o lazım deyil. Sən xaypa işləmirsən. Xaypa işləmək istəyirsən, get lazımsız şeylər çək. Mən sənə açıq deyirəm. Lazımsız, insanlara fayda verməyəcək şeylər çək, sən xaypda olacaqsan. İndiki trendlə getməlisən. İndiki trend nə ilə işləyir? İnformasiya dövrüdür. İnformasiya. Aydın olursa nə demək istəyirəm? İnformasiya dövrüdür. Öyrənmək dövrüdür. Bu dəqiqə sənin əgər hansısa bir offline biznesin varsa, onu tək offline işlətməklə deyil, bunun Instagram səhifəsi olmalıdır, TikTok-u olmalıdır, bunun reklamı olmalıdır. Çünki bunu hamı eləyir. Sən onu eləməlisən. Əgər eləməsən, onlardan daha çoxunu eləməlisən. Sən konkurensiyadasan, sən rəqabətdəsən.
Burada rəqabət yoxdur uşaqlar. Mən ona görə bu işdəyəm. Mən sizə açıq deyirəm. Çünki mən çox bizneslərə girdim, dəhşət, ancaq pul batırdım. Ancaq pul batırdım, restoran pul batırdım, o birisi pul batırdım, dönərxana pul batırırsan. Və bu sizə aid deyil, bu mənə aiddir, bu mənim dünyamdır. Mənim dünyamda bu alınmayıb da, yəni məndə. Bu sənin dünyana aid deyil. Sənin fərqli baxış bucağın ola bilər, fərqli yanaşman ola bilər və sən fərqli, çünki dönərxana işlədən də var, restoran işlədən də var, o nətər işlədir. Deməli, o mənim üçün deyil. Mən bunun üçünəm, mən özümü burada tapmışam. Düşünürəm ki, bugünkü videodan çox şey sizə məlum oldu. Necə bir əziyyətlərlə gəlib bura çıxdığımı gördünüz. Bu sadəcə uşaqlar güllərdir. Mən sizə hansı ki açıq danışıram. Çünki hər şey insan danışmaq istəmir. Orada bəzi şeylər olur ki, yadıva salmaq istəmirsən. Necə ki, getdim motosikletlə girdim Porsche-nin arxasına. Yəni, yenə də orada insaflı insan çıxdı və düşdü, soruşdu ki, sizə heç nə olmayıb. Və mən bu moment, mənə heç nə olmamışdı, amma motosikletimin qabağı yox idi və bu da arendada olduğu üçün mən onu ödəməli idim. Heç nə, 150 zlot qazandım, 550 zlot kriloya görə itirdim. Bunlar hamımızda olur uşaqlar, bu normaldır. Çünki siz düzgün yerdə deyilsiniz və inkişaf eləyəndə bunlar olur. Çünki siz az-az matrisadan çıxırsınız və bu problemlər sizdə yaranır. It is very good. Pozitiv yanaş. Hamımıza uğur və nailiyyətlər uşaqlar, kimin nə sorğu sualı varsa, trading, kim məndən öyrənmək istəyirsə, real nəticələr, real görüntülər hamısı YouTube-da var. İstəyənlər community-yə qoşula bilər. Birbaşa bizim Modul X community nədir? Traderlar içəridədir, danışırlar, söhbət eləyirlər, paylaşırlar. Məsəl üçün, sən təzə gəlmirsən, orada artıq köhnə traderların içinə düşürsən. Представь себе, sən tək-tək modulları öyrənirsən. Hər həftə bir modul. Bir ay bizdə çəkir modullar və bir aydan sonra sonsuz bir şəkildə sən oradasan, community-dəsən və özün bizdən bezməsən, biz səni oradan çıxartmayacağıq. Sən bizim aramızdasan və bizlə bir yerdə inkişaf edirsən. Yəni, bu başqa bir söz, belə bir şey heç yoxdur. Burada sadəcə bir toplum olacaq və ondan sonra birlikdə davam eləyəcəyik. Yəni, bunu mən sənə eləyə bilərəm. Yəni, əlimdən gələn budur. Sualın var, Instagrama yazırsan, baxın, mən heç kimə yazmıram, nəsə təklif eləmirəm. Bunu da deyim sizə. Nə sorğu sualınız varsa, yazırsınız və Milyoner kanalımızı izləyin uşaqlar. Orada da çünki mən çox şey danışıram və sizə məlumat verirəm. Uğurlar, nə sorğu sualınız varsa, kommentə uşaqlar tökülürük və videoya dəstək oluruq. Hələlik uşaqlar.